Əskər yaxınlarının nəzərinə bir məlumatı diqqətinizə çatdırırıq. Gündəm xəbərin efirində 13 fevral tarixidir. Belə ki, fevral ayı ərzində gənc əskərlərlə görüşlər yalnız ayın 15-i və 22-si tarixlərində keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşlər yalnız şəxsiyyət vəsiqəsini təsdiq edən sənədi təqdim etmiş yaxın qohumlara, valideynlər, həyat yoldaşı, uşaqlar, baba və nənə, həmçinin doğma və ögey, eyni ata və ya ana, yəni anası olan qardaş və bacılara icazə veriləcək. Şəxsi heyətin sağlamlığının qorunması məqsədi ilə görüşlərə qida və ya ərzaq məhsulları gətirməyin isə qadağan olduğu bildirilir. Bu da Müdafiə Nazirliyinin yaydığı məlumat idi ki, diqqətinizə çatdırdıq. Allah bütün əskərlərimizi qorusun və sağ-salamat evlərinə dönməyi arzuluyuruq.